natural ədədi üçün əbab 2n minus 1, 2n plus 1 bərabər 4n minus 7 olarsa, əkəb 13n minus 2, 15n plus 2-ni tapın. Deməli, mən 2n minus 2m plus 1-dən çıxıram 2m minus 1-i. Aha. Bundan bunu çıxanda 2m'ləri islah olur, mənfi olur, müsbət 1-dir. Üstə gəl 1, bərabərdir, biz alırıq 2. Əbab 2n minus 1 ilə əbab 2n plus 1 arasında sadəcə 2 fərq varsa, bunlar ya ardıcıl cüt ədədlərdir, ya da ardıcıl tək ədədlərdir. Bizə bunların ardıcıl cüt, yoxsa ardıcıl tək ədəd olduğu lazımdır. 2n minus 1 yazıram. Təkdir, yoxsa cütdür. Bunu təyin eləməliyik. Yadınızdadırsa, işləmişsinizsə, natural ədədlərdə bu tip suallar olurdu. İfadəsi təkdirmi, cütdürmü? İndi biz buradan m-in yerinə qiymət qoyaraq bu ifadənin tək yoxsa cüt olduğunu tapacağıq. M-in yerinə 1 qoyuruq. Minus 1 bərabərdir 1-ə. M-in yerinə 2 qoyuruq. Minus 1 bərabərdir 3-ə. Yəni, burada m-in yerinə əslində burada əsl bunun məğzi nədir? M-in yerinə hansı ədədi qoyursuz qoyun? 2m ifadəsi onsuz da cüt ədəddir. Çünki biz cütə də vuranda cüt alırıq, cütü təkə də vuranda cüt alırıq. Bunları yoxlamağın yollarını yəqin ki bilirsiniz. Bir dəfə yerinə 1, bir dəfə yerinə 2 qoyub yoxlayırıq. Yəni, ifadənin qiyməti isə, ümumi ifadənin qiyməti həmişə tək ədəddir. Bunlar deməli ardıcıl tək ədədlərdir. Ardıcıl tək ədəd olduğunu bildikdən sonra m-in qiymətini tapmaq bizim üçün rahatlaşır. Niyə? Biz bilirik ki, ardıcıl tək ədədlərin əbabu həmişə 1-ə bərabərdir. Yəni, 4n minus 7 bərabərdir 1-ə. Bunu da bura yazacağım. Ardıcıl tək ədədlərin əbabu 1-ə bərabərdir. Aha. Deməli, bu ifadədən yola çıxaraq m-in qiymətini tapıram. 4n minus 7 bərabərdir 1-ə. 4n bərabərdir 7-ni bu tərəfə keçəndə 8-ə, m bərabərdir 2-yə. Sonra gətirirəm, burada yerinə qoyuram. 13n minus 2 yerinə qoyanda 13 vur 2 minus 2 bərabərdir 24. 15 vur 2 plus 2 bərabərdir 32. Aha. Qaldı sadəcə bu ədədlər üçün əkov tapmaq. Bu ədədlər üçün əkov tapanda da 24-ü sadə vuruqlarına 2, 12, 2, 6, 2, 3, 3, 1. 32-ni sadə vuruqlarına 2, 16, 2, 8, 2, 4, 2, 2, 2, 1. Əkov tapanda nə edirdik? Oxşar olanları bir dəfə götürüb bütün vuruqlarını bir-birinə vururduq. Burada 5 dənə 2 var. Buradakı 2-lər saymasaq da olar. Burada 3 dənədir. Burada isə bir dənə 3 var. 5 dənə 2-miz onsuz da eləyəcək 32. 32-nin sadə vuruqlarına ayrılışıdır. Onu da 3-ə böləndə, vuranda 96 alırıq. Cavabımız burada 96. Bərabərliyindən B plus C cəmini tapın deyir. Biz nə edək? Bu ifadəni görürük ki, bir tərəfi onluq kəsirdir, bir tərəfi sadə kəsirdir. Biz bu sadə kəsiri çevirək onluq kəsirə. Sadə kəsiri onluq kəsirə çevirəndə nə edirik? Bu dövrü onluq kəsirdir. Surəti məxrəcə bölürük. 26-nı 45-ə bölürəm.
Burada yerim olmayacaq bunu eləmək üçün. Biraz bu tərəfdə bölək. 26-nı bölürəm 45-ə. 26-nı 45-ə böləndə 260 bura bir 0 atırıq. 45-ə bölürük. 260-ı 45-ə böləndə 0 tam. Çünki 26-nın içində 45 yox idi. Biz artıq 260-ın içində axtardığımız üçün bura bir özümüzdən 0 əlavə edib bölürük. 5. 5-ə vuranda 225 eləyəcək. Buradan alıram 35. 35 bölünmür təbii ki. Yanına bir 0 daha atıram. 45-ə bölürəm. 7 dəfə verməlidir. 7, 280, o da 35, 315. 315 alıram. Bura 7 yazıram. Yenə 35 alacağım. Yenə 0 atacağım. Yenə burada 7 olacaq. 7, 7, 7. Deməli, bizim kəsrimiz nədir? Bizim kəsrimiz 0 tam 5 dövrdə 7. Gəlirik bura. 0 S dövrdə B bərabərdir. 0 5 dövrdə 7. Aha, baxıb görürük ki, S-nin yerində durur 5, B-nin yerində durur 7. 5 plus 7 bərabərdir 12. Davam. Sinifdə 25 şagirddən 12-si ana dili, 17-si riyaziyyat məşğələsinə gedir. 2 şagird isə heç bir məşğələyə getmir. Neçə nəfər hər iki məşğələyə gedir? 25 şagirdimiz var. 12-si... Aha. Biz məşğələyə gedən şagirdlərin sayını tapmaq üçün 25-dən 2-ni çıxırıq. Çünki 2 şagird heç bir məşğələyə getmir. 23 alırıq. Gedilən məşğələnin sayı isə fərqi yoxdur. Bir adam 2 məşğələyə gedirsə, deməli gedilən məşğələnin sayı burada 2 olacaq. Gedilən məşğələnin sayı isə 12 ana dil məşğələsinə gedilir. 17 riyaziyyat məşğələsinə gedilir. Bunların ümumi sayı 29-a bərabərdir. 29 fən yox, 29 məşğələyə gedilir deyək, daha rahat izah eləmək üçün 29 məşğələyə gedilir. Gedən şagirdin sayısı 23-dür. Deməli, burada 6 nəfər hər iki məşğələyə gedir ki, bizim gedilən məşğələmiz olsun 29. Baxın. Biz 6 nəfər hər iki məşğələyə gedir dedik. 23-dən 6 çıxıram. 17 nəfər bir məşğələyə gedir. Bunun fərqi yoxdur, riyaziyyat yoxsa ana dili olduğu. 6 nəfər riyaziyyata gedir. 6 nəfər. Yəni bu 6 nəfər hər iki məşğələyə gedir. Ona görə bu 6 burada 2 dəfə toplanır. Bu zaman 29-u alırıq. Məncə başa düşdünüz, davam edək. Sualın əslində şərti biraz belə müzakirə səbəblidir. Amma məncə başa düşdünüz. Səndəki suyun 40% buxarlandıqdan sonra səndə 120 litr su qaldı. Qalan suyun miqdarını neçə faiz artırmaq lazımdır ki, səndə əvvəlki qədər su olsun? Səndəki suyun, deməli, səndə 120 litr su qalır. Aha, səndəki suyun 40% buxarlananda neçə faizi qalır səndə? Ümumi səndə 100% idi. Əvvəl 100% su var idi. Həmin suyun 40% buxarlanır. Qalır 60%. Həmin bu 60% 120 litrə bərabərdir. Yəni, deyir 120 litr su qaldı. 60% su qalıb, əvvəlkinin 60% qədər su qalıb. Həmin su da 120 litrmiş. Onda biz nəyi tapmalıyıq? 60% 120 olan ədədi tapmalıyıq. 120-ni 60-a bölüb 100-ə vuracam.
Buradan səndə əvvəl 200 litr su olduğunu tapdıq. 200-ün həqiqətən də 60%-i 120 litrə bərabərdir. Aha. Deməli, səndə əvvəl 200 litr su var idi. İndi bizim əlimizdə 120 litr su var. Bizə deyir ki, qalan suyun miqdarı neçə faiz artırmaq lazımdır ki, səndə əvvəlki qədər su olsun. Gəlin onda litrlə tapaq ki, neçə litr artırmalıyıq ki, təkrar 200 litr olsun. Bəsit. 200-dən 120-ni çıxıb 80 alıram. Sonra bu 80-in bizə deyir ki, 120-nin neçə faizidir? 80 120-nin neçə faizi? Çünki biz 80 litr artırırıq və bu qalan suyun neçə faizidir? Bunun üçün nə edirik? 80-i 120-yə bölürük, vururuq 100-ə. Buradan ixtisarımı aparıram. 2, 3, 200-ü 3-ə böləndə alacam 67 tam 3-də 2 olmalıydı. Səhv olsa da, yəni özünüz taparsınız, 200-ü 3-ə bölüb tapmaq lazımdır, vaxt itirməyək. 24 minus A fərqi 18 və 24-ə qalıqsız bölünür. A-nın ən kiçik qiymətini tapın. 18-ə və 24-ə bölünmə əlaməti yoxdur. Amma mən sizə bir qayda deyəcəm. Bunun biraz dərinliyinə gedib isbatını verəcəm. Başa düşməyə bilərsiniz. Başa düşməsəz çox ilişməyin. Sadəcə əzbərləyib keçin. Bu qədər. Keçək qaydanın nə olduğuna. İki ədədin hər ikisinə bölünən ədəd onların əkobuna da bölünür. İzah eləyək. Mən burada əkov kimi 12-ni götürmüşəm. Ədədlər olaraq da 6 və 4-ü götürmüşəm. Bölünən kimi də 72-ni götürürəm. 72-ni 12-yə bölürəm. Bölünmə zamanı nə baş verir? 72-nin sadə vurğuları nədir? 2, 2, 2, 3, 3. 12-nin sadə vurğuları nədir? 2, 2, 3. Bölünmə zamanı məxrəcdəki ədədin əgər qalıqsız bölünürsə, məxrəcdəki ədədin bütün sadə vurğuları surətdəki ədədin sadə vurğuları ilə ixtisar gedir. Məxrəcdə heç bir sadə vurğu qalmır. Məxrəcdə sadə vurğu qalsa bu qalıqsız bölmə deyil. Niyə? Burada bir dənə 5 qalsa bu yuxarıda 6 qalacaq, aşağıda 5. Bu kəsr ədəd alınır. Qalıqsız bölünmür. Qalıqsız bölünürsə natural ədəd alınmalıdır. Əla. Deməli, indi nə deyəcəm? 12, onsuz da 6 və 4-ün sadə vurğularından əmələ gəlib. 6-nın içərisində 2 ilə 3 var. 4-ün içərisində 2, 2 var. 12-nin içərisində də 2, 2, 3 var. Bunların sadə vurğularından əmələ gəlib. Deməli, onda 72 həm 6-ya, həm 4-ə bölünürsə, bu ədəd 6-ya bölünürsə onsuz da, o deməkdir ki, yenə yazım, 2, 2, 2, 3, 3, 2, 3, elə deyilmi? Bu ədəd 2 və 3 sadə vurğularına bölünür. 4-ə də bölünürsə, bu 4 olsun, bu 2 olsun. Bu ədəd 2 və 2 sadə vurğularına da onsuz da bölünür. 2 və 2-yə bölünür. 2 və 3-ə də bölünür. 12-nin də tərkibində onsuz da 2, 2, 3 var. Yəni, bu ədədlərin özlərinə bölündüyü üçün bunların əkoblarına da bölünür. Çünki əkoblar da bunların sadə vurğularının hasilindən əmələ gəlibdir. Məncə, burasını başa düşdünüz. İndi belə də bir şey var. İki qarşılıqlı sadə ədədin hasili. İki qarşılıqlı sadə ədədin hasili onların əkobuna bərabərdir. Yəni, 18, biz bir ədədin, məsələn, neçə götürək, bunların oxşar olmasın, 36 götürək. 36 üçün mən 4 və 9-u götürürəm. 4 və 9-un əkobu 36-dır.
Bu eyni zamanda onların hasilinə bərabərdir. Biz nə dedik? Dedik ki, 2 ədədin hər ikisinə bölünən ədəd onların əkobuna da bölünür. Yəni, indi gəlirəm bunu tətbiq edirəm 18-dən 24-ə. 18 və 24 üçün mən elə vuruqlar tapmalıyam ki, bunlar bir-birinə qarşılıqlı sadə olsun. 18 üçün bu 2 vur 9-dur. 18. 24 üçün bu 3 vur 8. 24. 2 və 9-un əkobu nədir? 18. 3 və 8-in əkobu nədir? 24. Yəni, biz burada belə bir şey öyrənirik. Bu qaydanı xüsusilə yazacağım bura. 2 qarşılıqlı sadə ədədin hər ikisinə bölünən ədəd onların hasilinə bölünür. Çünki onların hasili onların əkobuna bərabərdir. Mən ora kimisini izah elədim niyə? Hasilinə bölünür. Əgər izah elədiyimi başa düşmədinizsə, sizin burada sadəcə bunu əzbərləməyiniz bəsdir. İndi hamısını highlight eləyə bilməyəcəm, ya da elədim. Okey. Sizin sadəcə bunu əzbərləməyiniz bəsdir. Biz, məsələn, bir-iki nümunə verək, elə keçək, neçə götürək? 28 götürək. 28 üçün elə 2 vuruq tapmalıyam ki, onlar qarşılıqlı sadə olsun. 28 üçün 4 ilə 7. Sonra düşünüm neçə götürə bilərik? 38 götürək. 38 götürsək nə olacaq? 19 ilə 2 olacaq. 19-un özünə də bölünmə əlaməti tapmalıyıq, amma o sadə ədəd olduğu üçün elə bir bölünmə əlaməti yoxdur. Nəysə, başa düşdünüz məncə. İndi 18-ə və 24-ə bölünmə əlaməti deməli nəymiş? 2-yə və 9-a bölünmə əlaməti 18-ə bölünmə əlamətidir, 3-ə və 8-ə bölünmə əlaməti 24-ə bölünmə əlamətidir. Biz indi burada bunların 4-ünü də tapmalıyıqmı ki, bu ədədlər 224 minus A fərqi bu ədədlərin 4-ünə də bölünür. Bunu tapa bilmərik, taparıq ya da çox uzun çəkər. Məncə tapa da bilmərik, düşünməmişəm heç üzərinə. Burada işimizi rahatlaya bilərik. İşimizi necə rahatlayarıq? 9 ədədi onsuz da 3 vur 3 deyilmi? Deməli, ədəd 9-a bölünürsə, onsuz da 3-ə bölünür. 8 ədədi 3 dənə 2-nin hasili deyilmi? Ədəd 8-ə bölünürsə, onsuz da 2-yə bölünür. Onda mən buradan heç 2 ilə 3-ü görməyə bilərəm. Sadəcə 9 və 8-i tapsam mənə bəsdir. 224 minus A fərqi həm 9-a bölünməlidir, həm də 8-ə bölünməlidir. İndi bayaqki qaydamızı yenə istifadə edə bilərik. 9 və 8 ədədləri ardıcıl ədədlərdir. Ardıcıl ədədlər həmişə qarşılıqlı sadədir. Əgər bunlar qarşılıqlı sadədirlərsə, bunların əkobu, bunların hasilinə bərabərdir. Qaydamız nə idi? 2 qarşılıqlı sadə ədədin hər ikisinə bölünən ədəd onların hasilinə bölünür. Bunlar qarşılıqlı sadədir. Bizim lazımdır ki, 9-a və 8-ə bölünsün 224 minus A fərqi. Yəni, bu 72-yə də bölünəcək. Bunların hasilinə də bölünəcək 224 minus A fərqi. Aha. Deməli, mənə lazımdır ki, 224 minus A fərqi bölünsün 72-yə.
A-nın ən kiçik qiymətini tapın dedikləri üçün bizim bu 224 minus A fərqi var. 72-yə bölünməlidir və 224-ə ən yaxın olmalıdır. Bədədir ki, A-nın ən kiçik qiyməti olsun burada. Mənə lazımdır ki, 72-yə bölünən və 224-ə ən yaxın ədəd hansıdır? Bunu tapmaq üçün 224-ün özünü 72-yə bölürəm. 72-yə böləndə 3 alacağım böyük ehtimal. 3-ə də vuranda 216. 216. Burada 8 qalır. Qalğımız 8-dirsə, biz 224 minus A ədədinin 216 olduğunu deyə bilərik. 224 minus A-nın da 216 olduğunu demək üçün 216 A-nın 8 olmaq lazımdır. A bərabərdir 8-ə A-nın. Tərəfləri 30 və 40 olan düzbucaqlı şəklində bağın tərəflərində aralarındakı məsafə eyni olmaqla ağac əkilməlidir. Təpələrdə ağac əkiləcəyini nəzərə alsaq, bağın ətrafına ən az nə qədər ağac əkilməlidir? Təpələrdə ağac əkiləcək. Nəzərə almalı olduğumuz bir neçə şey var. Təpələrdə ağac əkiləcək. Ağaclar arasındakı məsafə eyni olacaq və ən azı nə qədər ağac əkəcək. Deməli, bu təpədən başlayaraq mən A məsafəsində başlayıram ağaclar əkməyə. Gəlib sonuncunu bu təpəyə əkirəm. Sonuncu əkdiyim ağacla təpə arasındakı məsafə yenə A olmalıdır. A. Yenə A olmalıdır. Mən elə eləyə bilmərəm ki, gəlsin buradakı məsafə məsələn A plus 6 düşsün. Ya da ki, A plus 6 düşməsin. Mən neyniyim? Gətirim burada bir dənə də A metr sonra ağac əkim. Bu təpəyə ağac əkməyim və ya burada qalan məsafə 6 olsun, A olmasın. Bunu eləyə bilmərəm. Əkməliyəm və elə məsafənin əkməliyəm ki, gəlib sonuncusu təpənin üzərinə düşsün. Əla. Yəni, bu ağaclar arasındakı məsafə 40-ın böləni olmalıdır ki, məsələn, A deyil. Bunlar da, ağacları da təxminə əkirəm. Bilmirik neçədən ağac əkəcəyik. Görürsünüz, 4A məsafəsinə bərabər oldu 40. 4A məsafəsinə bərabər oldu. Eynisi bu tərəf üçün də keçərli olur onda. Bu da olsun 3A. 3A. Əkdim məsələn. 2 dənə əkdim. A, 3A. Əla. Yəni, biz baxıb görürük ki, A ədədi həm 40-ın bölənidir, həm 30-un bölənidir. Həm 40-ın, həm 30-un bölənidir və bizə deyir ki, ən az neçə ağac əkməliyik. Ən az ağac əkmək üçün aralarındakı məsafəni ən çox götürməliyik, ən böyük götürməliyik. Bu ədəd 30-un və 40-ın böləni oldu və ən böyük oldu. Deməli, əbobdur da, 30-un və 40-ın əbobudur. Əbob 30 və 40-ı tapaq. 30, 40. Deməli, burada qalıb bayaqkindən 30 böldüm 2, 15, 3, 5, 1, 40
böldüm 2, 20, 2, 10, 2, 5, 5, 1. Ortaq vuruqları seçdim 2. Bu 2'lər yoxdur 30-un içərisində. 5. 2 vur 5. Bərabərdir 10-a. Əbomuz 10 oldu. Aha. Bağın ətrafına ən az biz burada 10 metrədən bir ağac əkəcəyik. Birincisini əkdim, başladım buradan. 10 metr sonra bir dənə. 10. 10 metr sonra bir dənə. 10. 10 metr sonra bir dənə. 10. Sondakı məsafədə qalır 10. 40 metr idi. Mən bura təpələrə də daxil olmaqla 5 dənə ağac əkdim. Buradan da 10 metr sonra bir dənə, 10 metr sonra bir dənə, aradakı məsafə qalacaq 10. Otursaq, başlasaq saymağa biraz vaxt alar. Belə tapırıq da. 40 bölünsün 10, vurulsun 2. Niyə? Çünki 2 dənə 40 metrəli tərəf var, düz bucaqlıdır. Bu bizə verəcək 8, 30 bölünsün 10, vurulsun 2, 2 30 metrəli tərəf, eyni şey 6, 6 üstə gəl 8 bərabərdir 14-ə. Bu səhifədə sual bitdi mi? Yox, hələ bitməyib. MB-nin nisbətini 1-in 2-yə veribdi. Birləşməsinin elementlərinin sayını 18, kəsilməsinin elementlərinin sayını 6 verib, NA-nı soruşur. Deməli, belə bir şey var. NA üstə gəl NB bərabərdir. NA birləşsin B. Birləşsin B. Üstə gəl NA kəsilsin B. A kəsilsin B. Niyə? Biz birləşməni tapanda nə edirik? Bütün elementləri toplayırıq. Fərqli olan elementləri götürürük. Oxşar olan elementləri isə bir dəfə götürürük. Onları 2 dəfə toplamırıq. 2 dəfə götürmürük. Birləşməsini tapanda, iki çoxluğun. İki çoxluğun kəsişməsini tapanda isə onların oxşar olan elementlərini bir dəfə götürürük. Həmin səbəbdən bunların cəmi nəyə bərabər olur? Bütün elementlər, nə qədər ki element var, hamısı bu ikisində nə qədər element var, hamısı bunun içərisindədir. Oxşar olan elementləri isə 2 dəfə götürmüş oluruq. Niyə? Bunu da gəldi üstünə. Burada da birləşmə yazmışam, kəsişmə olmalıdır. Oxşar olan elementlər 2 dəfə olur. Niyə? Bunu da gəldi artıq üstünə. Bunun içərisində onsuz da var idi oxşar olan elementlər. Bunu da gəldi üstünə. Onlar oldu 2 dəfə. Biz onsuz da bunu toplayanda A-nın elementlərini ayrı, B-nin elementlərini ayrı toplayırıq. Yəni, o oxşar olan elementlər artıq 2 dəfə toplanmış olur. Bu səbəbdən bunlar bir-birinə bərabərdir. Məncə başa düşdünüz. Başa düşmürsünüzsə də artıq burasını əzbərləyə bilərsiniz. Bundan artıq heç bir şey. Bizdən NA-nı soruşurdu. Biz bunların birləşməsindən kəsilməsinin qiymətini bilirik. Yazıram NA. Üstə gəl NB. Bərabərdir. 18 üstə gəl 6. 24-ə. Bunların nisbətləri isə 1-in 2-yə idi. NA-ya bir K deyəsəm, MB olacaq 2K. Onda K üstə gəl 2K bərabərdir 24. K bərabərdir 8 yaza bilərəm. Bitdi sual. Elə bu qədər. Keçək o biri suala.
Kəsrinin qiymətinin tam ədəd edən natural enlərin hasilini tapın. Neynirəm? Bunu surətə ayırıram. Kəsri belə yazıram. 64 üstəgəl n kvadratı böl n kvadratını mən 64 böl n kvadratı üstəgəl n kvadratı böl n kvadratı yaza bilərəm də. Bu tamamilə doğrudur. 64 böl n kvadratı üstəgəl 1 alacam. İndi bizə deyir ki, bu kəsrin qiyməti tam ədəd olsun və natural enlər olsun. Kəsrin qiymətinin tam ədəd olması üçün, kəsr olmaması üçün n-in kvadratı 64-ün böləni olmalıdır. Bunun üçün bizim n-in yerinə qoya biləcəyimiz müəyyən qiymətlər var. Bunları necə tapa bilərik? 64-ü vuruqlarına ayıraram mən tapmaq istəsəm. Mən əslində beynimdə taparam, amma belə izah üçün 64-ü vuruqlarına ayıracam da çox uzun çəkər. 64 2 üstü 6 deyilmi? 2 üstü 6-dır. Demək 64-ün sadə vuruqları 6 dənə 2-dir. 6 dənə 2-dirsə, 6 dənə biz buradan hansı vuruqları düzəldə bilərik, bölənləri düzəldə bilərik? 2 vur 2-ni düzəldərəm mən. 4 2-nin kvadratıdır. Daha sonra 2 vur 2 vur 2 vur 2-ni düzəldərəm. 16 4-ün özünün kvadratıdır. Bir də 1 vur 1-i düzəldərəm. 1-in kvadratıdır. Başqa heç nə, başqa 2 daha artıq artıra bilməyəcəyik bura. Yəni, n kvadratını biz götürə bilərik burada, bu halda. 64-ün böləni olması üçün. 1, n kvadratını götürə bilərik. 4, n kvadratını götürə bilərik. 16. Natural enlərin hasilini soruşurdu. Amma bunların hər birini kök altına salıb enlərin öz qiymətini tapmalıq. Çünki bizdən n-i soruşur, n kvadratını soruşmur. 4-ü kök altına saldım 2, 16-nı kök altına saldım 4, 8. Rahat sualdı, çox dayanmaq istəmirəm üzərində. Keçək. Mən neçənci sualda bitirdim? 8. Düzdür. Nəzrin öz puluna 7 dəftər 3 karandaş və ya 5 dəftər 7 karandaş ala bilər. Dəftərin qiyməti karandaşın qiymətindən neçə dəfə çoxdur? Bizə nə deyir? 7 dəftər 3 karandaş və ya 5 dəftər 7 karandaş ala bilirsə öz puluna. 7 dəftər 3 karandaş və ya 5 dəftər 7 karandaşın qiyməti bir-birinə bərabərdir deməkdir bu. Elədir, elədir. 7 dəftər indi deyəndə D ilə baş hərflərini işarə eləyək. İşte 3K bərabərdir 5D üstəyə 7K deyirəm. Bunların qiymətlərinə D və K dedim. Dəftərin qiyməti karandaşın qiymətindən neçə dəfə çoxdur? Yanında bunların nisbətini tapaq. 5D-ni bu tərəfə keçirdəndə 2D bərabərdir 3K-nı bu tərəfə keçirdəndə 4K. Hər tərəfi 2-yə ixtisar elədim. D bərabərdir 2K. D 2K-ya bərabərdirsə, bizə lazımdır ki, dəftərin qiyməti neçə dəfə çoxdur. Yəni, dəftər böl, D böl K lazımdır. D də 2K-ya bərabərdirsə, K bərabərdir 2. Keçək. Sadə hesablama sualıdır. Hesablayıb keçəcəyik. Dövronluq kəsri sadə kəsr çevirəndə nə edirik? Mötərizənin içindəki ədəd qədər məxrəcə 9 yazıram. Rəqəm qədər, ədəd yox, ədəd 14-dür, rəqəm qədər. 9 yazıram. Arda olacaq 99-da
14 mötərizənin içindəki ədəddə çölə yazılır. Əgər mötərizədən əvvəl ədəd rəqəm yoxdursa, bu şəkildə tapılır. Bunu necə tapıram? Bunu da tapıram. 1 tam olduğu kimi yerində qalır. 9-dan 2 minus 9-dan 4. Bunu 1-i keçirək surətə. 9-dan 1 vur 9, 9 üstə gəlir 2, 11. Çıxılsın 9-dan 4. Bərabər 9-dan 7. Əla. İndi məxrəcdəki ifadəni almadığımı 9-dan 7 aldıq. Onda surətdəki ifadəmiz də 99-da 14 oldu mu? Oldu. Mən bunu bölürəm buna. 9-dan 7. Böləndə tərsinə çevrilir. 14 bölü 99. 7 vurulsun 7 bölünsün 9. 11. 2. Cavabımız nə qaldı? Bərabərdir. 11-dən 2. Bu bir sualı. Rahat sualı oxşur. Baxaq. Əvəzləmə eləyəcəyik. Bərabərdirsə 2-yə çarpaz vururam. 2B bərabər olacaq. A bərabər olacaq 2B-yə. C bölü D bərabərdirsə 2-yə. Yenə çarpaz vura bilərəm. C bərabər olar 2D-yə. İfadəsinin qiymətini tapın deyir. Nəyin yerinə nəyə yazaq burada? D-lərə toxunmadan başqa bir şey ola bilərmiyik? Burada yox. Sadəcə A-nın yerinə 2B yazaq. B plus D bölünsün 2B plus D. Bizə niyə bəs bu sualı da C-ni verib? C-yə nə ehtiyac var idi? Sualın şərtində problem var deyəsən. B ehtimal A plus C olacaqdı orada. Sualın şərtində problem var. Burada C olmalıdır. C-ni də yenə 2D yazacaq burada. Bərabər olacaq 2-dən 2-ni mötərizənin xərcini çıxardıb B plus D yazacağım. B plus D. B plus D-lər ixtisar aparıb 2-dən 1 bərabər 0.5. Əla. Davam. 7 fəhlə bir işi 28 günə görərsə, həmin işi 4 fəhlə neçə günə görər? Yaxşı. 7 fəhlə 28 günə görür, 4 fəhlə neçə günə görər? Bu tərs mütənasiblikdir. Çünki fəhlə sayı azaldıqca gün sayı artır. Buna görə tərs mütənasibdir. Tərs mütənasib işləyəndə tənasüb qururam. 4 sual işarəsi. Sual işarəsi yazmaq da x yazaq, hesablayacaq çünki sonra. X yazdım. Tərs mütənasib işləyəndə nə edirik? Tərs mütənasib ədədlərlə işləyəndə nə edirik? Bu, əgər düz mütənasib olsaydı, bilirik ki, bunları çarpaz vururuq. Belə 7-ni x-ə vuracaqdıq, 4-ü 28-ə vuracaqdıq. Bir-birinə bərabər eləyib x-i tapacaqdıq. Burada əksi nədir? Hərəni öz qarşısındakına vururuq. Çünki bu tərs mütənasibdir. Bölünsün 4 deyəcəm. 7, 49 günə görərmiş bu işi.
N-in neçə natural qiymətində kəsrin qiyməti natural ədəd olar? Gəlin, mötərizənin içərisindəkiləri vurub açaq. Kəsr xəttimi çəkdim. N-i N-ə vuranda N kvadratı, N-i mənfi 5-ə vuranda minus 5, 4-ü N-ə vuranda üstə gəl 4, N, 4-ü mənfi 5-ə vuranda minus 20, N-i mənfi 5-ə vuranda mənfi 5-ən burada. Surətdə məxrəcdə N bərabərdir. N kvadratı minus N minus 20 bölünsün N. İndi yuxarıda bir sual var idi. Onu da ayırdığımız kimi ayıracağıq. N kvadratı bölünsün N minus N bölünsün N minus 20 bölünsün N. Bizə dəqiqə burada minusuydu mu? Plusun, minusdur. Sonra bərabərdir. Nə alırıq? Baxırıq bura. N kvadratı N-ə böləndə N aldıq. Minus. N-i N-ə böləndə mənfi 1 aldıq. 20-ni N-ə böləndə onu tapmalıyıq onsuz da. N. Bizə nədir? Deyir ki, natural ədəd olmalıdır. Əgər natural ədəddirsə, N-in neçə natural qiymətində? Natural ədəddirsə, əvvəlcə buradan başlayaq ki, bu N 20-nin böləni olmalıdır. Daha sonra bu ədəd ümumiyyətlə burada qalan bu ifadənin qiyməti müsbət olmalıdır. Gəlin biz əvvəlcə 20-nin bölənlərini tapaq. 20-nin bölənlərin 1, 2, 4, 5, 10 və 20-dir. Aha. Bizdən natural qiymət mi istəyirdi N üçün, yoxsa natural qiymət istəyirsə iş rahatlaşır, mənfilər heç girməyəcək. Hələ. Yerinə 1 qoyuram, 1 qoysaz görəcəksiniz mənfi ədəd alınır, çünki 1 çıxılsın, 20 alacaqsınız. 1 qoymayın, 2 də qoysaz mənfi alacaqsınız. 4 qoysam yenə mənfi ədəd alacam. 5 qoysam 0 alacam. 10 qoysam mən beynimdə hesabladım, amma bura qədər gəlmişik də yerinə qoyub hesablayacaqsın qiymətlərini. 10 qoysam 10 çıxılsın 1, çıxılsın 20 bölünsün 12, 7. 10 çıxılsın 1, çıxılsın 20 qoyuram yerinə, 10 yox, 20 çıxılsın 1, çıxılsın 20 qoyuram yerinə 1, bərabərdə 18. Sadəcə 2 natural qiymətində bu şərt ödənilir. Davam. NA bərabərdir NB bərabərdir 3N NA kəskin B və NA birləşsin B 70 olarsa NA və NB-nin kəsişməsini soruşur. Biz bayaq bir sual var idi. Nə dedik? NA üstəgəl NB bərabərdir NA kəskin B üstəgəl NA birləşsin B-yə. Oradan gedək. Elə orada izah vermişdim deyə oradan gedək. Bərabərdir. NA kəskin B üstəgəl NA birləşsin B. Gəlin, bizə nə lazımdır? Bizə kəsişmə lazımdırsa, gəlin kəsişməni tək saxlayaq burada.
NA kəssin B, NA üstə gəl NB çıxılsın NA birləşsin B bərabərdir NA kəssin B. Əla. Yəni burada neyini? NA kəssin B-yə bir K deyək. Əgər NA kəssin B K-dırsa, bu NA ilə NB 3 vur K olacaq. Bunlara 3K deyirəm. Onda burada da yerinə qoyuram. 3K, üstə gəl 3K, çıxılsın 70. NA kəsmə, yox, birləşməyə verib 70, bəli. Bərabərdir. Kəsməyə də K demişdim. Buradan 6K çıxılsın 70 bərabərdir K. 5K bərabərdir 70. K bərabərdir 14-ə. Kəsmə soruşurdu, elə cavabımız 14. Let's go. Şagirdlərin 80% 2 gün ərzində tibbi müayinədən keçdi. İkinci gün birinci günə nisbətən 2 dəfə çox şagird tibbi müayinədən keçdi. Məktəbdə 360 şagird olduğu məlumdursa, birinci gün neçə şagird tibbi müayinədən keçmişdir? Ümumi şagird sayımız 360-dır. Onların 80% 2 gün ərzində tibbi müayinədən keçib. 360-ın 80% lazımdır bizə. 360'ı 100'ə bölüb 80'ə vuracağım. Sıfırlarını aparaq. Ümumiyyətlə bunu aparaq buradan bərabərdir. 36'nı 8'ə 20'də 240, 6 vur 8, 48, 288. 288 şagirdimiz 2 gün ərzində tibbi müayinədən keçmişdir. Bəs neçə şagirdimiz birinci gün keçmişdir? Birinci gün deyir ki, birinci gün deyir ki, K şagird keçib. Deyir ikinci gün birinci günə nisbətən 2 dəfə çox şagird keçib. Onda birinci gün K, ikinci gün olacaq 2K. Ümumilikdə K üstə gəl 2K bərabərdir 288-ə. 3K bərabərdir 288. 3-ə böləndə 288-i neçə eləyir? 7, 9, 6, 96. Davam. Ədədinin 27'də 1 hissəsinin üzərinə 2,98 əlavə etdikdə alınan ədədi tapın. 27'də 1'ini tapırıqsa, gəlin onda elə bu ədədi çevirək sadə kəsrə. Sadə kəsrə çevirəndə %54 olur da, onluq kəsin sadə kəsrə çevrilməsi. 27'də 1'ini tapmalıyıq. Bunu bölməliyik. 27'də 1'ə. 27'də 1'ini tapmaq üçün bunun 27'yə bölməliyik. 1'ə vurmalıyıq. Elə 27'də 1'in özünə vurmalı oluruq. Bərabərdir 2. Cavabımız qaldı 100'dən 2. O da bərabərdir 0,02 olsun mu olsun. 2,98'in üzərinə 0,2 gələndə neçə alırıq? Bəs 3 alırıq. Tamam. Qarşılıqlı sadə olan A plus 5 və B ədədləri üçün əkov A plus 5 B
420'dir. A vur B üstə gəl 7B 450'dir. B-ni tapın. Başım ağrıyor. Qarşılıqlı sadə ədədlərin əkubu dedik ki, onların hasilinə bərabərdir. Onda 420 bərabərdir. A plus 5 vurulsun B. O da bərabərdir. A vur B üstə gəl 5B vuru başdım. Bərabərdir 420'yə. A vur B üstə gəl 7B-də bərabər deyilmi 450'yə? O halda A vur B üstə gəl 5B bərabər 420. Sistem tənlik alıram. Vur B üstə gəl 5B 7B bərabərdir 450. Aşağıdakindən yuxarıdakini çıxmağa üstün görürəm. Çıxanda A vur B üstə gəl 7B çıxılsın. A B çıxılsın 5B bərabərdir 450 çıxılsın 420. 2B bərabərdir 30. B bərabərdir 15. Okey. Davam. Traktorun ön təkərlərin çevrəsinin uzunluğunun arxa təkərlərin çevrəsinin uzunluğuna nisbəti 5-dən 2-dirsə, ön təkər 400 dəfə fırlananda arxa təkər neçə dəfə fırlanar? Traktor gedir. Bir məsafə qət edir. Traktorun arxa təkəri də həmin məsafəni qət edir. Ön təkəri də həmin məsafəni qət edir. 400 metr yol gedir traktor. Arxa təkər də 400 metr yol getmiş olur. Ön təkər də 400 metr yol getmiş olur. Bu halda deyək ki, traktorun ön təkərinin çevrəsinin uzunluğu 2K-dır. 5-in 2-yə nisbətində verir baxı bizə. Arxa təkərin də uzunluğunun nisbətinə, uzunluğunun qiymətinə 5K dedim. Bu ön, bu arxa. Bizim ön təkərimiz 400 dəfə dönür. Uzunluğu 2K-dırsa, bu 400 dəfə dönürsə, deməli qət elədiyi məsafə 2K vurulsun 400 bərabərdir 800 K məsafə gedibdir. İndi ön təkər 800 K məsafə gedibsə, ümumiyyətlə traktor 800 K məsafə gedibdir. Onda arxa təkər də 800 K məsafə getmiş olur da. Biz məsafəni tapmış olduq. Məsafəni tapırıqsa, bizə sadəcə həmin məsafənin təkərin uzunluğuna nisbətini tapmaq qalır. Yəni 800 bölünsün 5K bərabərdir 160. Ümumiyyətlə sizə bura bir düstur yazım. L təkərin uzunluğu belə bir məsələ çıxarsa qabağımıza. L1 birinci təkərin uzunluğu vurulsun N1 birinci təkərin dövrlərinin sayı bərabərdir. L2 ikinci təkərin uzunluğu vurulsun N2 ikinci təkərin dövrlərinin sayı bərabərdir. S-ə məsafəyə qət etdiyi yola ədədinin 9-a bölünməsindən alınan qalığı tapın. 9-a bölünmə əlaməti nə idi? Ədədin cəmi də 9-a bölünməlidir. Qalıq da həmin rəqəmlərin cəmi də 9-a bölünməlidir. Qalıq da
həmin rəqəmlərin cəmini 9-a böləndə aldığımız qalığa bərabər olurdu. Əgər qalıqlı bölmədirsə. Toplayaq 6, 7, 21, 29, 37. Bu ədədin səliqəli yazaq. Bu ədədin rəqəmlərinin cəmi 37-dir. 11, 18, 25, 32. Bu ədədin rəqəmlərinin cəmi 32-dir. Biz bunu bu şəkildə düşünə bilərik. Bu ədədlərin hasilini 9-a bölünməsindən alınan qalığı tapırıqsa, bunu bu şəkildə də düşünə bilərik. 37-ni 9-a bölürəm. 4 qalıq 1. Yəni, buradan aldığımız qalıq 1-dir. 32-ni 9-a bölürəm. 3 qalıq 1. Buradan qalan qalığımız 5-dir. Bunların hasili bizə elə verir 5-i. 5 də özü 9-a bölünmədiyi üçün burada başqa bir şey axtarmırıq. Lakin, əgər burada bizdə qalsaydı, qalığın birində, ədədlərdə, qalığın birində 3 qalsaydı, birində 4 qalsaydı, bu ədədi 9-a bölsəydik, bu ədəddən qalan qalıq 12 olmayacaq. Çünki 12 qalıq qalmır. 12-ni alacaqdıq. 12-ni 9-a bölüb qalığı 3 alacaqdıq. İndi 5 tapmış olduq. Davam. A plus B cəminin ən böyük qiymətini tapın. Baxın. Buradakı əkub 17-dir. 17 özü sadə ədəddir. 17 sadə ədəddirsə, burada 2 ehtimal var. Ya A da B də 17-dir. Ya A1, B 17-dir, 2 deyilmiş 3-müş. Ya A 17, B 1-dir. Bizə ən böyük dediyi üçün 17 üstə gəl 17. A ilə B-nin yerində 17 bu ədədlərdən başqa bir ədəd dura bilməz. Çünki 17 sadə ədəddir. 34. Natural bölənlərin sayı 28 olarsa x-i tapın. Bölənlərin sayı. Natural bölənlərin sayını biz necə tapırdıq? Deyək ki, ədəd əgər böyük A ədədi A üstü N B üstü M C üstü K idisə, natural bölənlərin sayı nə ilə işarə edeyim? S olsun. Natural bölənlərin sayəsində N ilə işarə eləməliydim, amma N-i oraya yazdım deyə. N plus 1 vurulsun. M plus 1 vurulsun. K plus 1-ə bərabərdir natural bölənlərin sayı. Bizə deyir ki, natural bölənlərin sayı 28-ə bərabərdir. Bu ədədi sadə vuruqlarını ayırsam, 2 üstü 1 vurulsun 3 üstü 1 vurulsun 5 üstü x-dir. S bərabər olacaq bu halda. 1 üstə gəl 1. 1 üstə gəl 1. N nə idi? X üstə gəl 1. Buradan 2, buradan 2. Bərabərdir 28 deyirəm. S bərabərdir 4 vurulsun. X plus 1 bərabərdir 28. 4-ə bölürəm hər tərəfi 7. X plus 1 bərabərdir 7. X bərabərdir 6. Tamam, edəyək.
olarsa x plus y plus z 65 olarsa x plus y cəmini tapın. Neynirəm? 2, 3, 4-ün əkobunu götürürəm. 2, 3, 4-ün əkobu, onsuz da bunlar hamısı bir-birindən qarşılıqlı sadə olduğu üçün. Yox, hamısı qarşılıqlı sadə deyil. 2, 3-ün əkobu 6, 3, 4-ün əkobu 12-dir. Onların da əkobu bərabər olur 12-yə. 2, 3, 4-ün əkobu 12-dir. Əkob tapmağı məncə bilirsiniz. Ona görə əkob tapmayacam. Bir də ayrı-ayrı beynimdə tapıram mən bunları. Daha sonra 12, 2, 3, 4-ün əşobunu 12 tapandan sonra biz bunları eyni bir məhsulla əvəzləməliyik ki, məsələmizi rahat işləyək. Bunların hamısı bir-birinə bərabərdir. Bu bərabərliyin qiymətinə mən rahat olsun deyə bunların əkobunu tapandan sonra 12 tapmalım əkobunu. 12k deyirəm. Buradan gedirəm sonra. 2x 12k'ya bərabərdirsə, x bərabərdir 6k. Digərləri üçün də eyni şey eləyib tapırıq. 12-ni 3-ə böləndə y bərabərdir 4k. 12-ni 4-ə böləndə z bərabərdir 3k. Almış olduq. X plus y plus z-i 65 tapmışdıq. X 6k'dır. 6k üstə gəl 4k üstə gəl 3k bərabərdir 65. 13k bərabərdir 65. K bərabərdir 5-ə. Əla. İndi x plus y cəmini soruşur. X plus y-dəki 6k üstə gəl 4k'dır. Bərabərdir 10k. K da 5 olduğuna görə bərabərdir 10 vur 5. 50. Davam edək. Düzgün kəsr olması üçün n-in aldığı natural qiymətlərin cəmini tapın. Düzgün kəsr olması üçün nə olmalıdır? Məxrəc surətdən böyük olmalıdır. Onda yazıram 2, n üstə gəl 13. Böyükdürmü? 5n çıx 4-dən. 2-ni keçirəm bu tərəfə. Mənfi 4-ü keçirəm bu tərəfə. 17 böyükdür 3n natural qiymətlərin cəmi 3-ə böləndə hər tərəfi 3-dən 17 böyükdür n, o da bərabərdir 5 tam 3-dən 2 böyükdür n-dən. N yəni 5/2-dən kiçikdir və naturaldır. Bu halda n ola bilər 1, 2, 3, 4 və 5 ola bilər. Qiymətlərin cəmi bu ikisi 6, bu ikisi 6, bu da 3, 15. Toplayanda 15 alacaqsınız. Davam. Ədədin 81%-nin üzərinə 56,2 əlavə etdikdə 1100 ədədinin 11% alınır. A ədədini tapın. Bu tip sualları ibtidai sinifdən bəri çox xoşlayıram. Geridən önə doğru gedib ilk ədədi tapırıq. 1100 ədədinin 11% alınırsa 1100 ədədinin 11%-ni tapaq onda. 100-ə bölüb 11-ə vururam. 121 alacaq. Sonra üstünə 56,2 əlavə eləyiblərsə biz ondan əvvəlki ədədi tapmaq üçün 56,2-ni çıxırıq. 64,8 düz oldu. Aha, düz oldu.
A ədədin 81%-nin üzərinə 56.2-ni əlavə ediblər. Biz 56.2-ni 64.8-in üzərinə əlavə eləmişik. 64.8 də A ədədinin 81% imiş. Onda biz 81%-i 64.8 olan ədədi tapmaq üçün 64.8-i bölürük 81-ə, vururuq 100-ə. Bərabərdir. 648-də 81 6 dəfədir deyə düşünürəm. 8 dəfədir. Bunları ixtisar edəndə buradan qalacaq 0.8. 100-ə də vuranda 80. Hesablamaları mən beynimdə eləyirəm. Hesablamalar da eləsək video çox uzun olar. İfadəsinə, bu sual 2 dəfə mənim də qarşıma 9-cu sinifdə çıxmışdı və çox bəyənmişdim bu sualı. Uzun müddət tapa bilməmişdim sonra, amma çox maraqlıdır. 1/7-də 1, 1/7-də 2, 1/7-də 3 olaraq gedir 1/7-də 20-yə qədər. Uşaqlar, fərqi yoxdur. İstəyir 1/7-də 40-a qədər getsin, 60-a, 100-ə qədər getsin. Bizim orada belə bir ədədimiz var. 7-də 6-dan sonra gəlir. 1 çıxılsın 7-də 7. 7-də 7 özü 1 deyilmi? Yəni, bu bərabər olur 1/1-ə və bərabərdir 0-a. Bunların da hamısı vurma olduğu üçün orada 1, 0 bütün ifadənin qiymətini 0 edir.